Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugünkü izahım kölgə məsələləri haqqında olacaq. Biz bilirik ki, kölgənin uzunluğu ekvatordan qütblərə doğru artır və buna əsasında deyildik ki, ekvatorda kölgənin uzunluğu olmur. 30 dərəcə şimal enliyində kölgənin uzunluğu, yəni cismin uzunluğundan 2 dəfə az olar. 45 dərəcə enlikdə cisimlərin kölgəsi öz uzunluğuna bərabər olar. 60 dərəcə enlikdə artıq cisimlərin kölgəsi öz uzunluğundan 2 dəfə artıq olar. Və bəzi vaxtlarda isə bizə bucaq şəklində də verilə bilər ki, 30 dərəcə bucaq altında olan ərazidə bu o deməkdir ki, 60 dərəcə enlikdir. Yəni 60 dərəcə enlikdə artıq cisimlərin kölgəsi öz uzunluğundan 2 dəfə artıq olar. Və tez-tez belə bir məsələlərə rast gəlirik ki, bizə enliklər verilir və deyilir ki, hansı enliklərdə cisimlərin kölgəsi öz uzunluğuna bərabər olar. Bu zaman biz bilirik ki, 45 dərəcə enlikdə bu baş verir. Buna görə 45 dərəcəyə yaxın olan bir rəqəmi götürə bilərik. Yəni 45-ə yaxın olan bir rəqəm dedikdə, yəni bura 41, 42, 43 və yaxud da deməli 46 da ola bilər. Yəni 45 dərəcəyə yaxın olan bir rəqəm götürə bilərik. Və yaxud da cisimlərin heç kölgəsi olmaz deyərsə, ekvatora yaxın olan ərazini götürürük. Və yaxud da desək ki, cisimlərin kölgəsi öz uzunluğundan 2 dəfə az olar, 30 dərəcə enliyə yaxın bir ədəd götürə bilərik. Yəni ki, bu həm şimal enliyi, həm də cənub enliyi göstərilə bilər. Və yaxud da 2 dəfə desək ki, 2 dəfə cisimlərin kölgəsi öz uzunluğundan 2 dəfə artıqdır. Bu zaman 60 dərəcə enliyə yaxın olan bir enlikləri götürə bilərik. 72-ci sualda deyilir ki, sxemdə verilmiş gündüzün uzunluğunun dəyişməsinə əsasən ayın tarixini müəyyən edin. Biz bilirik ki, şimal yarımkürəsində artıq 22 dekabrdan başlayaraq gündüzlərin uzunluğu artır. Və 21 martda bərabərləşir. Yenidən 21 martdan 22 iyuna qədər gündüzlərin uzunluğu artır və artıq 22 iyundan gündüzlərin uzunluğu 22 dekabra doğru azalmağa başlayır. Yəni 23 sentyabrda bərabərləşir, yenidən 22 dekabra doğru azalmağa başlayır. Bu şimal yarımkürəsində yay fəslinin olduğunu göstərir ki, əgər 22 dekabrdan 22 iyuna qədər gündüzlərin uzunluğu artırsa, deməli bu şimal yarımkürəsində baş verir. Və yaxud da əksinə 22 iyundan 22 dekabra qədər gündüzlərin uzunluğu artırsa, bu demək ki, bu cənub yarımkürəsində, bu ərazi cənub yarımkürəsində yerləşir və həmin yarımkürədə yay fəslidir. Biz bilirik ki, cənubda yay fəsli 22 dekabrda olur. Və mütləq şəkildə də yay gündönümündə gündüzlərin uzunluğu 12 saatı keçməlidir. Qış gündönümündə isə gecələrin uzunluğu 12 saatı keçməlidir. Burada isə bizə verilibdir ki, ərazi cənub enliyində yerləşibdir və gündüzlərin uzunluğu 12 saatı keçib. Deməli, cənub yarımkürəsində yay fəslidir. Cənub yarımkürəsinin yay fəsli isə 22 dekabrda müşahidə olunur. 76-cı suala baxaq. Deyilir ki, şəkildə günəş şüalarının günün fərqli saatlarında A məntəqəsinə düşmə bucaqları göstərilmişdir və buna əsasən bu məntəqəyə şaquli bastırılmış dirəyin kölgəsinin günəşin hansı vəziyyətində daha uzun olduğunu müəyyən edin. Biz bilirik ki, ümumiyyətcə gün ərzində kölgənin uzunluğu daha çox olur bir səhər saatlarında və bir də axşam gün batana yaxın. Deməli, səhər saatlarında kölgənin uzunluğu daha çox olur. 12-yə doğru getdikcə, yəni gündüzə, gün ortaya 12-yə doğru getdikcə kölgənin uzunluğu azalır. Çünki saat 12-də kölgənin uzunluğu olmur və yenidən 12-dən axşama doğru getdikcə kölgənin uzunluğu artmağa başlayır. Və buna görə də şəklə əsasən biz deyə bilərik ki, birinci deməli rəqəmdə kölgənin uzunluğu daha çox olar. Yəni səhər günəş çıxana yaxın kölgənin uzunluğu daha çox olar.